Asan könüllülərinin mədəniyyət carçısı proqramı çərçivəsində 25 gənc könüllünün hazırladığı tamaşa Zəfər qoxulu 5 il səhnə əsəri təqdim olundu. Bu, qəhrəmanlıq ruhunun nəğməsi, şəhidlərimizə əbədi minnətdarlığın sənət dilində ifadəsi idi. Gənclərin vətən sevgisi ilə yoğrulan bu səhnə əsəri böyük maraqla izlənildi. Şəhriyar adına Mədəniyyət Mərkəzi qürur və ehtiramın nəfəsi ilə doldu. Asan Könüllüləri Təşkilatının Mədəniyyət Carçısı proqramı çərçivəsində 8 noyabr Zəfər günümüzün ölməz ruhuna həsr olunan Zəfər qoxulu 5 il adlı möhtəşəm tamaşanın təqdimat mərasimi zamanı. Bu, sadəcə bir səhnə əsəri deyildi. Bu, gənclərin qəlblərindən axan vətən sevgisinin və şəhidlərə əbədi minnətdarlığın nəğməsi idi. Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, xalq artisti Hacı İsmailov kimi dəyərli şəxslər, həmçinin bu zəfərin ən əziz, ən müqəddəs qonaqları, şəhid ailələrinin üzvləri tədbirdə iştirak edirdilər. Onların iştirakı isə səhnəyə əlavə bir məna və ucalıq gətirirdi. 25 gənc Asan könüllüsünün qəlbi və zəhməti ilə yoğrulan bu səhnə əsəri tamaşaçılara vətənpərvərlik duyğularını bir daha yaşatdı. Onlar əziz şəhidlərimizin unudulmaz xatirəsini sənətin ən incə dili ilə yad etdilər. Tarixi zəfərimizin əhəmiyyətini gələcək nəsillərin ruhuna hopdurmağı qarşılarına məqsəd qoymuşdular. Üçüncü sinif şagirdidir. Mən Füzuli rayonunun Arış kəndindənəm. Sizə bizim kəndimizi işğaldan azad etdiyinizə görə ailələ birlikdə təşəkkür edirik. Sizə güvənirik. Qarabağ Azərbaycandır. Tamaşamızın adı Zəfər qoxulu 5 ildir. Adından da bilindiyi üzrə bu tamaşamız müharibə dövrünü əhatə eləyir. Bu tamaşada mən hazırda nənə rolunu canlandırıram. Daha sonra ana rolunu canlandıracağam. Tamaşamızda ilk olaraq sanki bizə müharibədən öncə yuxu vasitəsilə zəfər müjdələnir və biz bununla başlayırıq. Daha sonra tamaşamızın süjet xəttində torpağın dirilişi və sair qəhrəmanlıq əks olunacaq. Mən hazırda çox qürur hissi keçirirəm ki, bu tamaşanın könüllüsü olaraq iştirak eləyirəm. Biz artıq bu qoxunu 5 ildir ki, hiss edirik. Zəfərimizin qazanmağa başladığımız 2020-ci ildə 44 günlük müharibədən qazandığımız zəfəri biz çalışmışıq ki, gənc könüllülərimizdə zəfərin ruhunu, onun qoxusunu hiss etdirək. 2 ay yarımdır məşqlərimiz davam edir. Könüllülər ürəklə motivasiyaları yüksək şəkildə tamaşalarımızın məşqlərində gecə-gündüz demədən çalışıblar. Çünki bu, onların vətənpərvər ruhda böyüməsinə və qazandığımız zəfəri hiss etmələrinə dəstək olan bir amildir. Onların gələcəyi üçün vacib olan bir şeydir ki, onlar zəfəri biz qazandığımız vaxt azyaşlı olmasına baxmayaraq, onlar görmüşdülər, bəlkə də hiss etmişdilər. Amma bugünkü tamaşamızla onlar zəfəri ürəklə hiss eləyir və onun qoxusunu duyurlar. 600-ə yaxın tamaşaçının daxili titrəyişlə, həyəcanla izlədiyi bu tədbir böyük bir duyğu birliyinə çevrildi. Səhnənin pərdələri endikdən sonra isə qəhrəmanlıq ruhunu uğurla yaşadan gənc könüllülər təltif edildi. Xatirə şəkilləri çəkildi və bu anlar onların həyatında əbədi unudulmaz bir iz buraxdı. Xüsusilə qeyd edək ki, Mədəniyyət Carçısı proqramı öz bəhrəsini layiqincə verməkdədir. Proqram çərçivəsində bugünədək 100-dən çox səhnə əsəri nümayiş olunub, 650-dən artıq ustad dərsi keçirilib. Sözü gedən proqram gənclərin gizli yaradıcılıq potensialını üzə çıxarır, onları ruhlandırır və milli mədəni dəyərlərimizin alovunu gələcəyə daşıyan carçılara çevirir. Təbriklər Rəsul. Onda bu çoxdur səndə. Biraz.